Salam bir daha əziz şagirdlərim. İndi isə baxırıq koordinatlar metoduna. Burada Güvən nəşriyyatında 2025-ci ildə səhv eləmirəmsə koordinatlar və vektorları birlikdə yazıb. Amma bizim hal-hazırdakı, yəni 2026-cı il proqramında vektorlar yoxdur. Ona görə vektorlara baxmayacaq. Sadəcə koordinatlar keçəcək. Ümumiyyətlə bu kitabda silsilələr olsun, trigonometrik bərabər, yəni trigonometriya haqqında giriş olsun, permutasiya, kombinizon, trigonometrik nisbətlər və sair və ilaxır daha geniş izah olunub ki, bunlara da ehtiyac yoxdur. Bizim proqramımızda silsilə də yoxdur və sair və ilaxır. Ona görə bizim proqramımızda əsas bizə lazım olan hissələri izah edəcəm. Baxırıq koordinatlara. Biz sizlə hərəkəti keçdik, aralarındakı məsafəni keçdik, köçürmələri keçdik və sair və ilaxır. İndi baxırıq koordinatlar metodu. Nədir koordinatlar metodu? Baxın, birinci baxırıq parçanın orta nöqtəsinin koordinatlarını tapmağa. Ümumiyyətlə, orta nöqtə deyəndə nə başa düşürük? Əgər bir şeyin ortası deyilsə, məsələn, parçanın ortası deyilsə, onun yarıya bölünməsini nəzərdə tuturuq. Deməli ki, parçanın orta nöqtəsinin koordinatları deyəndə biz 2 dənə nöqtə verir bizə. Mütləq 2 dənə nöqtə verməlidir. Və yaxud da orta nöqtəni verər, bir nöqtəni soruşar. Sual tiplərinə baxanda izah edəcəm. Deməli, 2 dənə nöqtə verir, onların orta nöqtəsini soruşur. Neyinir? X'lar toplayırıq, bölürük 2'ye. Y'lər toplayırıq, bölürük 2'ye. Alınmış koordinatda yazırıq. S, X, Y. Və salam. Neynədik? X'lar topladıq, böldük 2'ye, aldıq yeni X'ı. Y'lər topladıq, böldük 2'ye, aldıq yeni Y'ı. Və salam. Bizə əgər parça fəzada verilərsə, fəzada bilirik ki, artıq 2 dənə yox, 3 dənə bizim koordinatımız var. X, Y, Z formasında. Sonra yenidən burada qeyd olunub 2 nöqtə arasındakı məsafəni ki, biz zaten bundan əvvəlki videomuzda bunu da işləmiş olduq, yəni buna da baxdıq. İndi baxırıq əsas məsələlərimizə. Düz xəttin tənliyi və çevrənin tənliyi mövzuları. Baxın, çevrənin tənliyi, düz xəttin tənliyi, iki düz xətt arasındakı qarşılıqlı vəziyyət. Bunların üçün öyrənsək, artıq mövzu bitmiş olur. Baxırıq düz xəttin tənliyi. Deməli, AX üstəgəl BY üstəgəl S bərabər 0 şəklində verilən tənliyi düz xəttin tənliyi olaraq qeyd olunur. Və biz zaten düz xəttin tənliyi dedikdə Y bərabərdir KX üstəgəl B nəzərdə tutmuşduq. Amma belə deyim də sizə, əsl düz xəttin tənliyi əsas forması AX üstəgəl BY üstəgəl S'dir. Biz zaten xətti tənliklər keçəndə də buna baxmışdıq ki, burada hər bir tərəfi neynir? B-yə bölür. Daha sonra mənfi A bölünsün B-ni K-na, mənfi S bölünsün B-ni isə B ilə işarə edir və Y bərabərdir müəyyən bir ifadəni yazır. Yəni bu tənliyin alınmasıdır. Buna çox diqqət eləməsəz də olar. Düz xəttin tənliyi bu olaraq götürülür. Burada isə K bucaq əmsalıdır, tangesi alfaya bərabərdir və yaxud da tangesi fi yazıb, heç bir fərqi yoxdur. Yəni bunları da bilirsiniz. İndi bizim əsas burada öyrənməli olduğumuz qeyd bundan ibarət. Düz xəttin parçalarla tənliyi aşağıdakı kimidir. X-in A-yə nisbəti üstəgəlsin Y-in B-yə nisbəti bərabərdir 1. Bu düz xəttin parçalarla tənliyidir. Məsələn, nümunədə də verib, bizə verəcək bu şəkli. Bu şəkildə bizə X-i qeyd edib -3, üzr istəyirəm, -2, Y-i qeyd edib -3 və soruşur düz xəttin tənliyi. Nə edəcək? Gətiririk A-nın, B-nin yerində həmin qiymətləri qoyuruq. Qiymətləri qoyandan sonra bizə lazım olan nədir? Y-dir. Düz xəttin tənliyində Y bərabərdir müəyyən bir ifadə var da, düzdürmü? Yəni bizə AB nöqtəsini verəndən sonra həmin AB nöqtəsini gətiririk tənlikdə yerinə qoyuruq və bizə lazım olan Y-i tapırıq. Y-i tapdıq və salam deyirik ki, düz xəttin tənliyi bundan ibarətdir. Bizə verilənləri yerinə qoyuruq, A-nı B-ni yerinə qoyuruq. Gətiririk burada ay müəllim X budur, Y burada X-in Y-in yerinə qoyum. Yox, elə bir səhv eləmirik. Diqqətli baxırıq. Bu düsturdan istifadə edəcəyik deyə. Yəni bu artıq funksiya deyil ki, nöqtə varsa apar yerinə qoyub. Burada o cür olmayacaq. A və B nöqtələrini yerinə qoyuruq. Daha sonra isə Y-i tapıb deyirik ki, düz xəttin tənliyi həmin tapdığımız ifadəyə bərabərdir. Bəs iki düz xəttin qarşılıqlı vəziyyəti dedikdə nə başa düşülür? Deməli,
bizim əsas 3 dənə halımız var. 4-cü halımız isə yenə digər funksiyada öyrəndiyimiz kimi düz xətlərin üst-üstə düşməsi halıdır. Əsas hallarımız nədir? Bu dəfə bizə 2 dənə düz xətt tənliyi verir. K1x üstəgəl B1, K2x üstəgəl B2 düz xətdir. Deməli, əgər K'lar bir-birlərindən fərqli olarsa, deyirik ki, bu düz xəttlər kəsişir və salam. Və onlar arasındakı qalan bucaq bu düsturla hesablanır ki, inanmıram bu hansı misalınızda qarşınıza çıxsın. Qarşısına çıxsa da, yəni öyrənməsi çətin bir düstur deyil. K2-dən K1 çıxılır və yaxud da deyirik böyükdən kiçik çıxırıq. Üstə gəlinsin, bir üstə gəlsin onların hasili. Və salam. Bu, kəsişən düz xətlər arasındakı qalan bucağın hesablanmasıdır. Əgər K'lar bir-birindən fərqli olarsa. Əgər K1 ilə K2-nin hasili -1 olarsa, deyirik ki, bu düz xətlər perpendikulyardır. Bəzən bizə bir dənə tənliyi verir, ikinci tənliyi vermir. Deyir ki, bu düz xətlər perpendikulyardırsa, ikinci tənliyin K'sını tap. Məsələn, K2 bərabərdir, sual işarəsi. K2-ni soruşur. Üçüncü əsas halımız nədir? Paralellik. Bunlara hətta mən belə qeyd edeyim. Deməli, düz xətlərin kəsişməsi, düz xətlər perpendikulyardır və bu düz xətlər paraleldir. Paralel olduqda isə biz bilirdik, yenə funksiyada öyrənmişdik ki, K'lar bərabərdir, B'lər isə bir-birindən fərqlidir. Və K'lar, B'lər bir-birinə bərabər olanda düz xətlər üst-üstə düşür. Yəni, tənliklər bir-birinə bərabərdir. Zaten onun K'ları, B'ləri bir-birinə bərabərdirsə. Və salam. Daha sonra 1 və 2 nöqtədən keçən düz xəttin tənliyində necə olacaq? Bizə əsas bir dənə düstur verilib. Düsturumuz nədən ibarətdir? K'nı tapdıqda, yəni bucaq əmsalını tapdıqda Y-dən çıxırılır Y0, zaten bizə misalda verəcək onları. X-dan da çıxır X0 bərabər olur K-ya və yaxud da Y-i tapanda Y bərabərdir K vurulsun. X-dan çıxılsın X0, üstə gəlsin Y0. Yəni bu tənlikdən də zaten bunu almaq, yəni buradan da Y-i tapmaq olduqca rahatdır, çətin bir şey deyil. Məncə bu tipdə bir sual sizin qarşınıza çıxan deyil. Amma yenə də bu düstur ağlınızda olsun, topluya tam belə geniş olaraq baxmamışam. Bu ilki toplumumuz yenidir deyə. Və salam. Düz xəttin tənliyindən də əsas öyrənməli olduğumuz mövzular, öyrənməli olduğumuz qeydlər bunlar idi. İndi keçirik çevrənin tənliyi. Çevrənin tənliyi də olduqca rahatdır. Sadəcə düsturu ağlımızda saxlamalıyıq və salam. Deməli, mərkəzi AB nöqtəsində və radiusu R olan çevrənin tənliyi aşağıdakı kimidir. X-dan A-nı çıxırıq. Birinci koordinat X-dır, ikinci koordinat da Y-dir. Belə ağlınızda saxlaya bilərsiniz. X çıxılsın A kvadratı, üstə gəlsin Y çıxılsın B-nin kvadratı bərabərdir radiusun kvadratına. Və yaxud da mərkəzi AB nöqtəsi olanda. Düzdürmü? Mərkəzi AB nöqtəsi. Yəni koordinatda müəyyən bir burada AB nöqtəsi var. Çevrənin də mərkəzi buradadır. Bəs çevrənin mərkəzi koordinat başlanğıcında olsa necə? Çevrənin mərkəzi buradadır. Burada olanda AB nəyə bərabər? 0, 0'dır da. Onda yazmaq əvəzinə ki, X çıxılsın 0'ın kvadratı, üstə gəlsin, Y çıxılsın 0'ın kvadratı, bərabərdir R kvadratı. Elə X-dan 0 çıxanda X-in kvadratı, Y-dən də 0 çıxanda Y-in kvadratı, bərabərdir R kvadratı. Yəni, bir dəfəlikdə yazmaq olar. Hər ikisi də bizə eyni ifadəni verir. Bu tip suallarda necə olur? Bizə əsasən 2-dən koordinat verir və yaxud da 1-dən koordinat verir. Çevrənin tənliyini soruşur və yaxud da ümumi bir çevrənin tənliyini verir, radiusu soruşur və s. və ilaxır. Yenə misal tiplərinə baxanda bunları da qeyd edəcəyik. Və salam, elə burada da nümunəmizdə də var. Sonra burada qeyd olunası başqa heç bir şey qalmadı. Vektorlardır. Vektorlar bizə ehtiyac yoxdur. Və salam, bizim koordinatlar metodumuz da bundan ibarətdir. Əsas öyrənməli olduğumuz şeylər bir də vurğulayıram. Parçanın orta nöqtələri, zaten məncə ağlınızda qaldı artıq. Daha sonra bunlar iki nöqtə arasındakı məsafəni bilirik. Əsas baxmalıyıq bu düstura və buradakı nöqtələr AB nöqtəsidir. AB-ni gətirir yerinə qoyuruq və Y-i tapırıq. Xahiş edirəm, buna çox-çox diqqət edin. Çünki açıq tipli suallar düşəndə şagird bu halda saxlayır və yəni 0 bəzən də ən yaxşı halda 2də 1 bal alır. Yəni ümumi balın 2də 1'ini alır, amma biz Y-i tapıb yekun cavab olaraq bunu götürməliyik. Buna çox diqqətli yanaşın. Son funksiyada biraz K'ların bu hallarına yaxşı baxmamışdınız, xatırlayıram.
Amma burada artıq K-lar bizə çox lazımdır ki, misallarımızın əksəriyyətində var. K-lar fərqli olanda düz xətlər kəsişir, onların hasili -1 olanda perpendikulardır. K-lar bir-birinə bərabər, B-lər fərqli olduqda isə paraleldir. Təbii ki də K-larla B-lər də bir-birinə bərabər olanda deyirik ki, düz xətlər üst-üstə düşür. Vəssalam, diqqətimizdə olan mövzular bir də çevrənin tənliyi idi. Bu qədər. Başqa da bir şey qalmadı. Bir dənə funksiyadan da mən sizə göstərmək istəyirəm. Həmin K-ları baxın, bunlardır. Qrafiklərin bir nöqtədə kəsişməsi, qrafiklərin perpendikulyarlığı, paralel olması və nöqtələrin üst-üstə düşməsi. Bunlarla biz bugün öyrəndiklərimiz eyni şeylərdir.